Elhamdülillah. Salatu ve selamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Ben birinci salamlayıram hər kəsi Allahın salamı ilə sonra. Allah razı olsun. Yəni, gözəl dəvətə görə. Biz qardaşlarla görüşdükcə, onlarla yaxın olduqca, əlaqələrimizi sıxlaşdırdıqca daha da mehribançılıq çoxalır və xeyir artır. Və bu da Allah Taala'nın dininə, Allah Taala'nın dəvətinə, sünnənin yayılmasına müəyyən qədər də olsa, az da olsa xeyirdir. Bəzən ola bilər ki, insan bir şeyə, xırda bir şey kimi baxa bilər. Lakin Allah bilir onun arxasında nə qədər böyük xeyirlər yatır. Ona görə bəzən biz bilmirik, bəzən elə bir xırda bir məclisin, xırda bir kəlamın, kiçik bir sözün arxasından o qədər böyük xeyirlər hasil olur ki, insan onun hikmətinə və sonradan varır. Ki, məsələn, filan bir kəlmə ilə mən hidayət olmuşam, filan bir əməllə mən hidayət olmuşam, filan bir əmələ görə mən məsəl üçün İslamı sevmişəm. Əslində o bir əməl olub. Saatlarla, aylarla, illərlə bir şey deyil o. Ona görə biz görüşəndə qardaşlarla, hətta qısa müddətdə olsa da belə, bu böyük xeyri özündə cəm eləyir. Bunun arxasında duran xeyirləri bir Allah Subhanahu ola bilir. Ümumiyyətlə, sizə bir tövsiyə eləmək istəyirəm. Bu tövsiyə ən birinci özüm üçün və sonra sizin üçün yəni mühümdür. İnsan dəvətinin, hər bir dəvətçi, hər bir dəvət edən dəvətinin əsərlərini, dəvətinin nəticələrini və Allah Taala'nın dəvətçiyə etdiyi yardımı həmən gözləməsin. O həmən gələ də bilər, o gecikə də bilər. Yəni Allah Subhanahu wa Taala sənin etdiyin dəvətə, ola bilər sən sağ ikən heç bir bərəkət verməsin, heç bir xeyir olmasın. Amma sən ölüb gedəndən sonra sənin etdiyin dəvət bərəkətli olsun. Sənin etdiyin dəvət bərəkətli olsun. Nə qədər belə misallar çəkmək olar. Ona görə bəzən, məsələn, görsən ətrafında bir nəfər var, 5 nəfər var, 3 nəfər var, bununla sarsılma. Ola bilər o 5 nəfər, 5 nəfər hərəsi 50 nəfərdir. Sabah üçün dəvət edənlər insanları xeyrə, təkallahlığa, Allahdan qeyrisinə ibadət eləməməyə. Ona görə Peyğəmbərlərin dəvətinə fikir versən, bəzi Peyğəmbərlərin yardımı gedişirdi. Yəni, yardım həmən gəlmirdi. Allah Teala həmən o dəvəti uzatmırdı, həmən. Müəyyən imtihanlara, müəyyən ibtilalara, müəyyən bəlalara məruz qoyurdu və sonra Allah Teala öz qalibiyyətini göndərirdi. Və bəzi alimlərin dəvətlərinə baxsaq, görərik ki, onların da dəvətlərinin əvvəlləri heç bir nailiyyətlə, heç bir xeyirlə, zahirən, yəni mükafatlandırılmayıb Allah tərəfindən. Lakin ya qocalıqlarında tələbələrin içərisində bir tələbə çıxıb, Allah Teala onun əlinlə bərəkət verib bütün məşriqə, məğribə. Yəni, o adam dəvətindən besitsəydi, çəkilsəydi qırağa, o tələbə nəticə kimi ortaya çıxmayacaqdı. Aydındır. Ona görə bəzən insan öz dəvətini, öz təbliğatını, doğru təbliğatını Allaha və onun dininə usanmadan eləməlidir. Usanmadan. Aydındır. Yəni, ola bilər ki, sən dəvət etdiyin dəvətin, bərəkətin sən görməyəsən. Köməyi, o dəvətə olan yardımı sən görməyəsən. Allah Teala bütün xeyirləri sənin öləndən sonra əməllərindən yazsın. Sən ölüb gedəcəksən, qalan əməllərin nədir? İnsanlar hidayət olacaq, hidayət olmuş insanlar Quran oxuyacaq, kimsə gedib dəvət eləyəcək, kimsə gedib harasa tədris alacaq, təhsil olacaq, yaxşı əməllər eləyəcək və o sənin qəbrində sənə savabı yazılacaq. Çünki o sənin dəvətinin yardımı idi. Allah Subhanahu wa Taala onu yardım elədi sənə.
Allah təala buyurur ki, "İn tansurullaha yansurkum." Allaha yardım etsəz, Allah yardım edir. Allaha yardım onun dininə yardımdır. Amma Allah Taala'nın yardımını gedişməsi ola bilər. O dəvətin ilk anlarda sənə bərəkət olmadı, xeyir olmadı kimi izhar ola bilər. Amma sən üzülmə və bil ki, bu dəvətin cavabı ya sən həyatdaykən gələcək, ya sən öləndən sonra gələcək. Ona görə qardaşlara tövsiyəm, usanmamaq, təvhidə və sünnəyə çağırmaq və bunda əzmkar olmaq və Allah Taala'dan bu yolda, bu məsləkdə müvəffəqiyyət, Allahdan bu yolda uğur, saadət, nailiyyət diləməkdir. Allah Subhanahu wa Taala bizi dəvətimizdə ixlaslı, səmimi və sona qədər Allah Taala'dan köməyi bu dünyada gəlsə də, gəlməsə də, biz öləndən sonra gəlsə də, gəlməsə də dəvət eləməyi, bizə müvəffəq eləməyini Allahdan istəyirik. Bu böyük bir uğurdur, bu böyük bir nailiyyətdir və yetər alimlərin həyatına baxmaq, onların kitablarına baxmaq və bəzilərinin kitabı öz dövründə oxunmurdu, yandırılırdı, həbsə atılırdı adamın özü. Lakin adamın dəvəti öləndən sonra insanlar onun dəvətini başa düşdülər. Kimlərin səbəbi ilə? Tələbələrinin səbəbi ilə. Kimsə çıxdı içindən biri və elmi yaydı və elm nisbət olundu həmin adama. Ona görə Allah Teala yardımını öz hikməti ilə gizlədib. Ya gecikdirəcək, ya tələsdirəcək. Gecikdirsə də hikmət var, tələsdirsə də hikmət var. Bizi maraqlandırmamalıdır. Əmir Allah'adır. İşlər Allah'adır. Biz üzərimizə düşən edirik. Allah kömək olsun, qardaşlarımızdan razı olsunlar. Allah xeyrə müvəffəq eləsin. Yenə də Allah razı olsun. Minnətdarlıq var. Təşəkkür edirəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.